Salam dəyərli izləyicilər, Çınar TV yardım qrupu olaraq hər kəs salamlayıram və iş başındayıq. Təbii ki, qrup olaraq. Hər zaman olduğu kimi yardım işlərimiz davam edir. Qrupda olan qardaşların köməyi ilə, dəstəyi ilə. Buradan hər birinə öz minnətdarımı bildirirəm ki, kasıb ailələri sevindirirlər. Qrupda olan qardaşlar Şəmkir rayon uşaqlarıdır, Seyfəli uşaqlarıdır, Çınarlı qəsəbə uşaqları və Yeniyət uşaqları. Hər kəsə öz dərin minnətdarımı bildirirəm. Sağ olsunlar ki, bir il, bir aydır bizə dəstək verirlər, bu işi davam etdiririk. Çox sağ olsunlar təbii ki. Və indi isə Şəmkir rayonunun Qaracəmil kəndinə gəlmişik. Gəlmişik az da olsa xali öz dəstəyimizi göstərməyə. Qrup adından xalanın bizə öz şikayəti var idi. Yəni nə barədə? Bu yaşayış durumundan bağlı. Gəlmişəm də onu işıqlandırmağa. Sərəm, sən də öz fikir deyərdin. Buradan hamını salamlayıram. Gəlmişik bir Qaracəmil kəndinə. Yardıma ehtiyacı olanı artıq produktumuzu da gəlib. Sən qapını aç yavaş-yavaş. İndi produktumuzu təqdim eləyəcək ailəyə. Və hər kəsdən xahiş edirəm dostlar, bizim kanalı izləyin. İstər YouTube, istər TikTok, istər Instagram bizə baxın, like verin, abunə olun. Hardan dəstək olmanız bizim üçün önəmlidir. Salam falan, nətərsiz? Nə var, nə yox? Söz verdiyimiz kim gəldi? Sən apar o stolun üstünə qoy onu. Bəli, artıq gəlmişik, ünvana çatmışıq. Gün düşür bura, gəl bura, biraz kölgəyə gəl. Hansı tərəfə keçək? Buranı da çək, buraları görsün. Dəyərli izləyicilər, xalanın da yaşayış durumunu bir dənə... Salam xala, nətərsiz, yaxşısınızmı? Yaxşı olun. Allah canınıza sağlıq versin. Gəlirsiniz, Allah köməyiniz olsun. Mən bir imkansız ana kimi, nə bilim, qadan qalım. Mən köməklik eləyim, mən 220 manat pensiya alıram. İndi sözünüzü bax bura deyin kameraya, qoy görsünlər eşitsin. 220 manat pensiya alıram. Oğlum 5 ildir, 5 ildir yıxılıb, qıçı qırılıb. Allah şəfa. Çirki dayanmır. Yəni imkansız oldum, getdim kreditlər götürdüm. 2 dənə kreditim var. Yəni mən onu pensiyamdakı ona gedir. Mənim imkanım oğlum evində. Allah canına sağlıq versin. Qadan qalım. Bax ona görə mən müraciət eləmişəm. Yəni belə dənə qadan qalım. Nə bilim. Aydındır. 220 manat. 220 manat alıram, onu da kredit aparır, tutur. Heç bir cürə imkanım yoxdur. Özüm heç təzyiq dərmanımı, ondan həkim yazdığı dərmanlarımı ala bilmirəm. 2 aydır da qızım yıxılıb, 2 balası qalıb. 3 dənə oğlumunki qalıb, 2 də qızımınki. Bax, imkanım yoxdur. Bir dənə 1 kilo qənd alıb mən şuamın yanında gedə bilmirəm. Bircə dənə mən xahiş edirəm mənim pensiyamıca bağlasınlar. Allah köməsin. Xalanın fikrini çatdım, deməli dərz elə. Xalanın xahişi odur ki, dəyərli Azərbaycan xalqından bildiyimiz kimi... Onlar köməklər olsun, köməklər. Amin inşallah. Hər kəsdən... Bu əlinin, bu qətillik gəlir üzümüzə. O qətilliklər kim kömək eləyəcək, onun balasını saxlasın. Bu qurbanlıq ayı sizin də üstünüzdə dursun, sizi də qənədində saxlasın. Kartınız var mı? Bank kartınız var. Kərəm, bir dənə fikrim çatdım. Dəyərli izləyicilər, Kərəm, xalanın xahişi odur ki, dəyərli Azərbaycan xalqı, yaxşı insanlar çox təbii ki. Benim də yaşayışım da budur, qadan qalım. Aydın, xalan, narahat olma, hər şey eləyəcək. Yəni, dəyərli izləyicilər, 10 milyon Azərbaycan xalqı yaşayır. Hər kəsdən xahiş edirəm. Xalanın istəyi odur ki, yaxşı insanlar xalanın öz kartını qoyacaq ekrana. Kimin nə imkanı varsa, 3-dən, 5-dən ondan göndərsə, o pul bəlkə də inansan bir günə qutarar. Yəni, artılamasıyla qutarar. Hər kəsdən xahiş edilir ki, nə olar ki, bax, yaşayış durumu da operatordan xahiş edirəm, indi ətraflı şəkildə işıqlandıracaq xalan yaşayış durumu. Baxın, nə fakt göz qabağındadır xalan yaşayış durumu. Sarı torpaqlıqdır, qarağıdır. Yəni, indiki bu müasir dövrdə, yəni, bax, xalan yaşayış durumu, yəni, budur. Xahiş edirəm, belə ailələrə dəstək verin. Gedib 5 qəhbli insanlara dəstək verməyin. Yəni, layiqsiz bir insanlara, 5 qəhbsiz insanlara dəstək verməyin. Bax, belə insanlara xahiş edirəm. Xalanın öz kartını yerləşdirəcəyik. Kimin nə imkanı varsa, xahiş edirəm. Öz kartına dəstək olun, köməklərin. Biz də indi qrup olaraq az da olsa yardımımızı eləmişik. Yəni, xala, bax, Azərbaycan xalqı sizi izləyir, baxır. Yəni, bax, nə sözünüz varsa deyin. Belə yaxşı adamlara, belə imkanlı oğlanlara, belə adı seçilib
elə oğlanlara kiməksə də yardım eləyib, bax kömək eləyib. Həmin oğlanlardan mən də imkan istəyirəm ki, mənim elə 2 dənə kreditim var. O da elə nə az canadır, nə çox deyil. Elə biri 1500-dür, biri də 600 manatdımı nədir? Bax budur. Bax mən köməklik eləyir. 2 dənə, bax 3 dənə nəvəm orada ac xapandı. 2 də orada ac xapandı. Yəni niyə deməyim ay oğlum? Yəni mən elə imkansız anayam belə nətəri. Özüm də 2 dənə qardaşım müharibəyə gedib. 2 qardaş itirən bacıyam. Mənə köməklik eləyin. Allah səbir versin. Hər bir müsəlmanın xala borcudur. Mən nə məna deyirəm, dərc edilər. Yəni bizə əstəğfurullah, qurban zat o eləməyən bizim müsəlman kimi borcumuzdur. Hər bir müsəlmanın borcudur yardım eləməyin. Yəni o cəhətdən biz psixoloqun deyəndə elə şeylə demək. Xala Allah kömək olsun. Allah özü böyükdür. İnşallah mən inanıram ki, Allahın iznində, Allahın sayəsindən sizə dəyərli qardaşlar, yardım sevən insanlar dəstək verəcək. Buyurun. Yəni 10 gün gedirəm birinin önündə qalıram, 10 gündə birinin önündə qalıram. İmkanım yoxdur. Bir dənə bir əppəyə də almağa imkanım yoxdur. Hə xala, deməli xala, adınız nə oldu xala? Adım İradə Paşayeva İradə Məhərrəm qızı. Hə, yoldaşınız haqqında bəhs edirsiniz. Yoldaşım da xərçə xəstəsidir. Nə bilim qadan qalıb. Nə doktora gedə bilirik, nə bir şey edə bilərik. İmkansız ana. İmkansız ana. O da ki, oğlum yıxılanda 8000 kredit götürdü. Onu da vermişik, 5000'imiz qalıb. 3000'imiz qalıb. Bax belə yaşayış yaşayır. Allah şəfa. Yəni imkanım yox. Elə bizə də mənə köməklik edir. Mən pensiyamı öz malım heç də istəmirəm ay oğul. Sen nə qədər borc var elə xala? Elə 1500 manat birindədir, 300 manatdımı, 400 manatdımı birindədir. Vəssalam. Dərc edilər. Bax xalanın vəziyyəti göy qabağındadır. Yəni yaşayış durumu, yoldaşı da Allah şəfasını versin, yəni xəstədir. Oğlunuz da xəstədir. Oğlum da xəstədir, qızım da xəstədir. Qız da xəstədir. Yəni bu ailə çox pis vəziyyətdədir. Yəni salamlıqla bağlı mı deyək, yəni fakt olan şeydir. Yaşayışla bağlı, maddi durumlar çox çətindir. Xahiş edirəm, bax bu ailə öz dəstəyini göstərir. Yəni kimisə o 1 manat, 2 manatları 100 dənə yerlərə, bizon alırlar, hamısı da xəstəlikdir. Alıbçılar bunlar özə. Yəni ondan bir xeyri yoxdur. Yəni qaldı ki, 1 manat da belə önəmlidir. Qaldı ki, yəni o qədər lazımsız yerə pullar xərclənir ki. Yəni heç kimir, yəni deyirəm, yardımı itər getmir. Allah onun 100 qatını verir. Amin Allah. Xahiş edirəm, hələ dəstək verin. Bizə də mənə köməklik eləyin. Dəstək verin. Mən yenə də ev istəmirəm, heç nə istəmirəm. Bizə də mənim kreditim. O imkanlı oğlanlardan, o adlı, sanlı oğlanlardan, nə bilim, tanınmış oğlanlardan kömək istəyirəm ay oğlum. Bizə də mənim pensiyam bağlansın. Yəni ki, bizim bu verilişə bütün Azərbaycan xalqı, həm də ki, bütün dünya baxır demək olar ki, indi bizim Qaracəmilli kənd cəmaatda izləyəcəkdir. Xahiş edirəm, kimlərsə bu bizim xalqdan xəbər yoxsa, yayın ki, inşallah sizin kənd cəmaata kömək eləyər, mən biləni. Çünki ümumiyyətlə Azərbaycan xalqı çox mərhəmətli xalqdır. Çox, nə deyim, yəni biz elə insanlarıq ki, bizim ürəyimiz kövrəkdir. Yəni hamımız bir-birinə yardım eləsin. Yəni çoxumuz eləyik. Mən inanıram ki, xalaya dəstək olacaqlar, xalanın öz kartını yerləşdirəcəyik, kömək olacaqlar. Yəni biz inansaq xala, bugün altın yarısından mən... Allah üstünüzdə olsun. Allah sizi qənadında saxlasın, ay oğul, pənahında saxlasın. Mənə köməklik eləyənlərə də bu qətilliklər özləri 100 dəfə əvəzini versin, milyon dəfə versin. Bizdə də nə mənim pensiya kartım özümdə olsun. Pensiya alınca bax kəsdilər. Elə kredit olanlar. Adınıza kredit götürəndən sonra. Kəsdilər, yəni pensiyadan pul tuturlar. Hə, kreditə tuturlar. Mənim kartım yox. Demək xala, nasıl bu günləri mən altın yarısında durub iş başında olmuşam, saat 4-ün yarısına qədər. Allah köməyim olsun. Yəni dünənləri biz dedik, yağış oldu, biraz gecə oldu, amma bugün söz vermişəm. Bugün yəni Allahın izniyle çox şükür gəldik bura, sizə köməyə gəldik. Yəni nə qədər yorulsam da, yəni söz verdik, qrup şəkildə gəlmişik. Çox sağ olsunlar bizim operatorımızda, yəni gələn qardaşlar, qrupda olan bütün qardaşlara çox
salamı bildirirəm. Deməli, xala bizim qrupda olan qardaşlar Şəmkir rayon uşaqlarıdır, Seyfər Allah uşaqları, köməklər olsun. Yelər uşaqları və Allah köməklər olsun. Çınar qəsəbə uşaqları. Yəni Allah hamısı gəliblər. köməyiniz olsun. Allah hamısını köməyiniz kömək olsun ki, bir il, bir ayda bir işi davam etdirin onların köməklə. Xala indi sizin evi də işıqlandırardıq, yəni baxardılar dəyərli izləyicilər. Hə, fikir var mı xala? Bura kimidir də? olsun. O bir tərəfdə. Sən də fikir deyərdin. Gördüyünüz kimi yəni evində yəni Külək birazdan aparı kesib vay olur, parnikimin üstünü. bir şahsı da Bizim qırıqdır. imkanımız yoktur, onu da klinikasını almağa, nə bilim. Yəni mən yenə də o da bir qırağa, evim də bir yer qırağa. Bizə də pensiyamızı alım. Yaxından düşəriz xalanın zəhmətiniz. Bizə də yaxın, bizə də mən pensiyamızı alım. Bax ev də istəmirəm, heç nə istəmirəm vallah. Bizə də mənim pensiyam əlimə gəlsin, heç nə istəmirəm. Yəni Bax, xala bu da parnikimdə var. İntası külək aparıbdır, örtə bilmirəm üstünü. Bir yəni darvaza almışıq, 40 il daya onu mən qoydum. panik delikdə yəni çox adam fikirləşməsin. Panik yəni belə dəmdar yağlı panikdir, Hə, belə yox, yekə yox. böyük panikdir. Yəni operatorumuzda orada tikər asılı olur baxanlarda. Yəni balaca bir nə deyim, bir köhnə bir Hə, panikdir yox, balaca. Onu da özləri üçün də eləmək istəyirlər. Yox, O da əkmək istəyirik ki, gəl o yox. da imkan yoxdur. Yəni yəni indi darvaza almışıq, ay oğul, onu da qoya bilmirik. dəyərli izləyicilər, xalanın indi gəldi yaşayış durumumuzu göstərməyə. Xaladakı bax bu bazarlığı da çox sağ olsun. Şəmkir rayonunda yerləşən 20 yanvar küçəsində yerləşən El Marketin sahibinə xala. Sahibi Elşən müəllim. Elşən müəllim də çox sağ olun. Xalə dəstək verib Allah öz ərzaq yardımını göstərdi. Allah Yəni çox sağ balasını olsun. Minnətdarıq bizə öz dəstəyinə görə. Əlaqə saxlayıb. Bu nömrədən dərz edər. Əlaqə saxlayıb Qarzəmir kəndinə. Falan oğlanın adı nə idi? Bax deyən odur, o bizim küçənin adı. Ha, o var. Yəni xala İsbət Qayıbov var deyən. Mən iməncə elədim. onlar Allah rəhmət eləsin. Amin. Yəni Allah, sizi amin Allah. görmək istəyənlər, gəlmək istəyənlər dərz edirlər. Qarazəmir kəndinə gəlib Şəmkir rayon Qarazəmir kəndinə xalanın nömrəsinə zəng edib xalanla görüşə bilərsiniz. Həmçinin uzaqda olanlar da xalanın öz kartına öz dəstəyini göstərə bilərsiniz. Sağ olun, bugünlük bu qədər. Bizi izləməyi davam edin. Sağ olun.